Allahu Ekber, yani Allah bizim əli boş və silahsızlığımızdan daha böyükdür. Allahu Ekber, yani Allah tağutun qüdrətli ordusundan daha böyükdür. Allahu Ekber, yani Allah Amerikanın hərbi təyyarələrindən, qırıcılarından daha böyükdür. Allahu Ekber, yani Allah Saddamın fitnələrindən, Merkava tanklarından daha böyükdür. Allahu Ekber, yani Allah sanksiyalardan, nüvə bombalarından daha böyükdür. Allahu Ekber, yani Allah inflyasiyadan daha böyükdür. İmam Xomeyni rəhmətullah əleyh bunu öyrətdi, bunu başa saldı və İran xalqı da bunu dərk etdi, buna iman gətirdi. 47 il bundan əvvəl həmin Allahu Ekber şüarları ilə yüzilliklərdir İranda kök salmış şah rejimini, siyonizmə nökərçilik edən ata oğlu bu məmləkətdən qovdular. İran xalqına əsarətdən nicat verən, hürriyyət qazandıran həmin Allahu Ekber şüarları oldu. İslam inqilabının qələbəsinin 47-ci ili bütün haqq əhlinə mübarək olsun.